Salam əziz və dəyərli dostlarım, hər vaxtınız xeyirli olsun. Sizi mən Azərbaycandan salamlayıram. Videoya keçmədən öncə mən sizə bir şey demək istəyirəm ki, həqiqətən mən çox həyəcanlıyam. Çünki bunun da səbəbi oldu ki, mən çoxdan da YouTube kanalıma sizlərə video çəkib qoya bilmirdim. Bunun da çox böyük səbəbləri var. Bu müddət içində mənim başıma nələr gəldi, mən nələr yaşadım, nə çətinliklər yaşadım, hansı işlərdə işlədim, nələr etdim onu danışacağım və indi bundan sonraki fikirlərimi danışacağım əziz dostlarım. Mən o müddət içində restoran işindən ayrıldım, yenidən inşaata döndüm mən. Həqiqətən mənə o sürət çox çətin bir sürəc oldu. Hamısını mən sizə ətraflı danışacağım və indi Allahın köməyi ilə mən bir həftə sonra gedirəm təzə başqa bir ölkəyə. Görək o ölkədə başıma nələr gələcək, nələr yaşayacağım. Hamısını mən sizə deyəcəm əziz dostlarım mənim. Videoya keçmədən öncə kanala abunə olub, videonu bəyənib, şərh bölməsində fikirlərinizi yaza bilərsiniz. Video başlamazdan mən sizə belə bir söz deyim əziz dostlarım. Əgər ki mən video səsim zəif gəlsə, pis gəlsə, öncədən sizdən üzr istəyirəm. Çünki biraz külək ola bilər, stadion yanındayım hal-hazırda, stadiondan səs gələ bilər, mahnı səs gələ bilər. Elə şeylərə görə indidən sizdən üzr istəyirəm. Keçək indi videoya mənim əziz dostlarım. Əziz ekran önündə əyləşən dəyərli izləyicilər. Mən Şahinin video səs effekt editləyicisiyəm. Məlumat verir Şahin. Yaşadığım yerlərdə maraqlı, faydalı və əyləncəli kontent hazırlayıram. Videoları tamamilə özüm maliyyələşdirirəm. Çəkim, səs və musiqi editi, video edit paylaşımı mənə aiddir. Əgər sən də bu videoların davamlı olmağını, daha da keyfiyyətli olmağını istəyirsənsə, kanalımıza abunə olub, videonu bəyənib, yaxınlarınız ilə paylaşıb, daha sonra isə videonun məlumat hissəsinə etiketlədiyim linkə daxil olaraq Kofi Al saytından kofi alaraq bu yolda yanımda ola bilərsən. Reklam veya işbirliği için Instagram, TikTok veya WhatsApp üzerinden iletişime geçebilirsiniz. Əziz dostlar, mən axırıncı və sizdə video çəkəndə, mən onda həmin ölkədə, yaşadığım ölkədə ilk və tək Azərbaycan restoranında kababçı çalışırdım. Elə oldu ki, ondan sonra o restorandan çıxası oldum, başqa iş yerinə gedəsi oldum. Haradasa səhv eləmirəmsə, aprel ayı olardı. Aprel ayında mən restorandan çıxdım. Getdim bir yerdə mən inşaatda çalışdım. Orada mən çox böyük əziyyətlər çəkdim. Yəni orada şoka düşdüm. Dedim ki, niyə də, yəni mən niyə təzədən inşaata gəldim? Ya orada onu demədim deyil. Bayaq o padvalda işləyirdim. Çıxdım indi bura taxtlar düzəcəm. Köhnə günlər geri döndü. Geç bile kaldım, inan tutundum yaşamaya senle. Düşüyorum geceleri istemeden bu derde. Kafamda kurdun her şeyi, ben her şeyimi senle. Nasıl unuturum geçmişi, çektim ona perde. Tutundum yaşamaya senle. Düşüyorum geceleri istemeden bu derde. Kafamda kurdun her şeyi, ben her şeyimi senle. Qaqam buna bax, bu da mənim bugün gəldiyim yer. Allahın adı, gör, yağışa bax. Yuxarılar deşik-deşikdir, yağış içəri damır. Mən birinci mərtəbədə işləyirəm, bu xət var, görürsən bura gedirək qardaşım, belə bir şey yatsam, deyə bir ki. İtin zulmü, heç nə, itin zulmü, bax. Səhər yediyim devirdən bulkun üstündən pis yox. Geymişəm paltarımı. Bax, belə bir yerdir. Gəldi dedim su al abi, dedi su orada var. Gəldim bunu açdım. Əyildim oradan şlanqı götürdüm. Bax, səhər mənə aldığı ayran yox, qatıq. Bildiyin qatıq var ya, evdə aldığımız ondan idi ki, bunu iç. Gününə bax, sən mən, günə gün deyəm. Piristə belə, bax, əyilirəm bura. Allaha and olsun, bax. Bax. Günümə bax, bir dənə adi bir stəkan su üçün. Allaha and olsun, belə əziyyət çəkirəm, bax. Bax. Mənim canım var, ölürəm, Allaha and olsun. Bir stəkan su üçün mənim çəkdiyim əziyyətə bax, yağışın altında. Bəladır, Allah haqqı bəladır. Buradakı bütün bomboş elədim bura, bayra-bayra doluydu. Atdım hamısını bura. Bu da bayaqdan gəlir cumur üstünə. Görürsən gələ. İki dənə də, biri burada, biri orada. Görürsən gələ. Fikir versən. Bax. Yürü. Gələ, günümə bax. Qurban Allah, hara düşmüşəm mənə. İt də istəmirəm mənə, Allah'ın olsun.
İnşaatda mən qısa bir müddət çalışandan sonra yenidən getdim oradan başqa bir inşaat yerinə çalışmağa. Orada da bir həftə, 2 həftə çalışdım. Orada bizə bir dənə villa vermişdilər. Villanın ətrafını biz deşməli idik, nə bilim belə qazmalıydıq. Oradan borular çəkilməli idi, təzə həyət düzəlməli idi. Təsəvvür görün nə əziyyətdir. İsti hava, bir də görürsən ki, adam tərləyir. Benim yüzümdeki toz beni utandırmaz. Onurlandırır. Ben emekçiyim. Yüzümde toz da olur, alnımda ter de olur, ellerimde nasır da olur. Bizi seven böyle takım etsin. Sevmeyen de Allah yolunu açık etsin. Kim bilir ömrün kaçta kaçı kaldı geriye. Nefes sayılı alıp verdiğin benim de senin de. Hayırlı bir haber veren dostumsa hiç kalmamış. Bir kuruş için hesaplaşmak isteyenler peşimde. Her yanım dikenli tel ve mayınlarla çevrili. Ne bileyim anca aparatla orada preparatla işləyirdi. Yani belə şeyler olurdu. Orada evdə dostlarımızla qalırdıq, belə işə gəlib gəlirdik. Yəni orada bir dənə sıxıntısı oydu ki, təsəvvür edin ki, bir dənə marketə getmək üçün bizim 2 saat yarım vaxtımız gedirdi. Marketə ancaq ayağına gedib ayağına gələ bilirdik, təsəvvür edin ki, getmək 1 saat yarım, qayıtmaq 1 saat yarım. Təsəvvür edin, ən aşağısı mənim sizə verdiyim budur. Yəni 3 saatda olurdu bəzən. Siz görün 3 saat bir dənə marketə gedib gəlmək dükana. Çörək üçün, su üçün, bax belə şeylər üçün. Mən orada bir müddət işləndən sonra çıxdım. Mənim bir dostum var idi. O mənə dedi ki, gəl yanımızda işlə, bəs fəhlə kimi başla, dəmirdə, qəlibdə. Dəmirçi, qəlibçi işlə, bəs biz sənə yaxşı maaş verəcəyik. Həqiqətən dedikləri kimi oldum. Mənim ən son işim Montenegro dəmir qəlibinin fəhləsi oldu. Birinci uşaq getdim mən orada fəhlə kimi qəlibdə işlədim. Orada müdir bilmirəm, işləməyimi gördü, xoşuna gəldi, bilmirəm nə isə gördü. Bəlkə də boyum uzundur deyə, nə bilim, bəlkə tez-tez işlədim deyə. Mənə bir gün səhər sübh tezdən dedi ki, bəs Şahin, sən bundan sonra qəlibdə deyilsən, sən dəmirdəsən. Valla mən dəmir bilirəm, qəlibim heç də bilmirəm ki, mən başım çıxmır. Ancaq deyirlər, gətirirəm, apar, taxta daşı. Belə şeylər Allahım olsun. Bilənlər bildir, qəlibdə fəhlə idim. Ay neysə qardaş, yerim dəyişdi, çıxdım getdim həmin o yerdə dəmirçi işinə başladım. Mənə oradakı müdir dedi ki, sən Şahin şey olacaqsan və səni usta yanına verəcəm ki, sən burada ustalığı öyrənəsən. İndi bilmirəm həvəsləndirmək üçün dedi, yoxsa doğrudan mı dedi? Məncə inşallah ki, doğrudan deyər. Orada mən ustaların yanına verdilər, ustaların yanında işləyirdim, dəmir daşıyırdım. Ancaq Allaha and olsun, səhərdən axşama kimi dəmir daşıyırdım. Armatur belimdə, təsəvvür edin. Elə isti hava olurdu ki, mənim burnumdan qan açırdı. Hətta onu bura qoyaram, paylaşaram. İnşallah ki, videoya şikayət gəlməz. Nəysə, mənim əziz qardaşlarım, əziz dostlarım. Orada dəmirdən mənim 1 ay, yarım, 2 ay canım çıxdı da. Allah'ın olsun deyirəm. Yəni konkret itin zülmünü çəkirdim. Mən orada nə yaşadım ay Allah. Vallahi buradan asıl bu dəmirçi qardaşlara, qəlibçi qardaşlara eşq olsun, həqiqətən eşq olsun. Çünki mən o əziyyəti gördüm. Yəni o istidə, o soyuqda Allah heç kimə göstərmir. Çox ağır bir işdir vallahi. Dayanabilirsen başarabilirsin. Ne? Dayanabilirsen başarabilirsin. Tamam mı? Çalışacaksın. Diğerlerinden çok daha fazla savaşacaksın ve kazanacaksın. Onların üstüne çıkacaksın. Ya da aynen böyle devam edip sokaklarda serserilik yapacaksın. Bunu yapabilirsin Leo. Sadece yapabileceğine inan yeter. İnanmıyorum. Ben inanıyorum. Kalası düşürürse vurun. Dayanabilirsen başarabilir. Nerede doğru insan hayatında doğru anda çıkarlar karşına, sonra doğru anda sıçarlar. Ağızda yalanlar, elinde nerede kalanlar, bilakis yerde kalanları da toplarsın bak sonunda. Bir de dostunuyla gezerken bakarsın öyle, acıyacağım mı yaşayacağım mı sen o kadar ayrı söyle. Görünce anlamasın isterimse hep derinde, o kirli defterimde yoksa bile ezberimde. Şimdi hayal uzaklarda eski hikayeler, hitap eder mi eski günler adını kısaltarak. Yanında birkaç adamla düşersin zararlara. Abicim yeter bu madde harbiden zarar bana. Çıkarcı dostlar da var tabi, hiç bıkarma onlar arkadan vurmaktan. Hayat güzel tabi öylesine. Yoruldum çıkarlardan, bir kız gelir çıkar sonra dersin ki sikiyim hepsini, rastlamadım böylesine. Buz kırıklarıyla hoşça kal dedim ederine. Kimim ben, burası ne, ağlamanın bedeline. Benzediğinde yanan bir mendil, yanan dinamite. İşte öyle dişimi sıkıp gömüldüm kederime. Mezemiz masada az, mezgitimiz eksik. Şarkılar ve rakı var, kokun kadar keskin. Dinlediğimiz hiçbir şarkı etmedi teskin bizi. Kin duvarda asılı, kin orada ilk resmin. Gidişin akşam oldu, pazar kapanışı gibi. Sokaklar angarya ve çer çöp çadır ipi. Odanın içine radyodan sızan hayaletin. Çıkardık pillerini unutmayı hayal edip. Bir alçak bunu diyebilir ancak inanmam. Bir alçak buna gülebilir ancak biraz da kayboldum. Yoruldum ama kaçmadım. Savaş yanlısı saçlarından.
Azərbaycandan deport oldum. Mən 2 ildir yaşadığım, dilini öyrəndiyim, dinini bildiyim, yeməklərini tanıdığım, insanları, o qədər insanların tanıdığım ölkə. Aya, məni nəyə deport elədin? Yanıram əlindən sən, ay ölkə. Günlərin bir gün işdən qayıtmışam. Vaxtdakı N ayı. N ayının hansısa bir günü gəldim. Dedim sizə, mən gedirəm Azərbaycana. Gəlirəm Azərbaycana, ölkəmə. Nə, hə, az da gəldin, yaxşıdır, deportu qoydum. Deportu qoydular mənə. Həqiqi gülməsi vəziyyətdir. Adama deyir, oturub orada işləyirsən. Sən Allah ki pulu qazanırsan, səninlə mız girib sən. Evdəkilərə zəng elədim, bəs oğlun gəlir. İnanmırdı, elə bir zarafat elədim. Deyirəm, Allah haqqı gəlləm. Gəlləm az bəs. Ay, mən nə ağılsız adamam. Nəysə, oğlum gəl istirahat eləməyə. Mən bəsdir bu qədər işlədim, biraz da özümə baxmalıyam. Baxdın özümə şahid. Evdəkilər indi sevilir. Allah'ınızı bayram edirlər. Zarafat qardaşım, mən var ha. Mənim 22 yaşım oldu bu arada. Kommentə təbriklərinizi gözləyirəm uşaqlar. 4 il sonra yenidən Azərbaycanda ad günümü qeyd elədim. Uşaqlar. 0000 Şahin ad günüdür. Səni kimi oğlan yetirib zamanə, heç bir işə yanaşmadın biganə. Büsbütün ətrafa dayaq olmusan, durmusan arxasında dağ olmusan. Səliqə səhman yaratmısan işdə, halal pul qazanmısan bu gedişdə. Nəyi ki istəyirsən həyat yetirsin, əvəzni Allah 2 qat yetirsin. Sən əziyyətinlə qalxmısan yuxarı, çünki niyyətin var Allaha sarı. Çox kasıb insanlara əl tutmusan, kim axı deyər onları unutmusan. İlahi mərhəmət salıb Ad günümü təbrik eləyin. Videomu bəyənin, mənə abunə olun. 4 ayda yoxam aramızda. Qəşəng kommentlər yazın. Deməli, mən də həmən ərəfələrdə, dediyimi mən sizə Azərbaycana gəlməyə qərar vermişdim. Həmən ərəfələrdə düz 1 aydır ki, mən TikTokda canlı yayımlar açırdım. 1000 nəfər girirdi, 2000 nəfər girirdi, 3000 nəfər girirdi. Nə qədər yazılıb burada? Qardaş, görürsən nətə, bax, bu qədər insan mənim canlıma baxırdı və onlar mənim daimi izləyicim idi. Sən TikTokda canlı yayım aç, mərifətli qanacaqlı söhbət elə, əxlaqsızlığı təbliğ eləmə, qəşəng dastan özünü apar, 3000 nəfər sənə baxsın, 4000 nəfər sənə baxsın. İzləyənlərə buradan eşq olsun, çox güman ki, mən TikTokda yenidən canlı yayım açıb deyəcəm, bu videoya girib baxacaqlar. Yəni, əziz qardaşlarım, bu arada TikTokumu bura, Instagramımı bura qoyuram, girim, mənə takip atın. TikTokda canlı yayımlar açırdım, 3 saat, 4 saat, işdən çıxırım, gəldim, açırdım canlı yayım. Qardaşlar, xanımlar girdilər. O qədər gözəl bir orada mehribançılıq var idi. Ona görə YouTube'a video çəkmirdim. Deyirdim, yəqin ki, YouTube'da məni izləyənlər TikTok'a baxarlar da. Əziz qardaşlarım, mən bir qərar aldım, Azərbaycana gələcəm. Çünki mənim köhnə ID kartımın vaxtı qurtarmışdı, oturma iznimin vaxtı qurtarmışdı. Artıq məndə olmadığı üçün mən turist info deyirlər, yəni ki, bu ölkəyə girəndə məlumat onu mən 2 aylıq, 3 aylıq eləməli idim. Nəysə, onu bilənlər zaten bilirlər. Qardaş, mən bunu uzatmışam, hər bir şey qaydasında, problem yox. Aeroportda gəlirəm, Azərbaycana gəlirəm, ölkəmə gəlirəm. 100 neçə euro, 200 euro yaxında, 150-200 euro mənə cərimə elədilər. 3 ay stop qoydular mənə. Gəlmişəm Azərbaycana, bu dəqiqə mənim orada ayaqqabılarım, paltallarım, kutkalar, jaketlər, elə bilsən necə, gözəl şey, hamısı orada qalır. Da təsəvvür edin ki, hər şeyim orada. Amma əmin əllərdə dostuna vermişəm, dostumdadır. Prosta mən fikirləşdim ki, mən Azərbaycana gələcəm 1 ay, burada Azərbaycanda istirahət edəcəm, ailəmi görəcəm. Həqiqətən mənim istirahətə ehtiyacım vardı. Çünki mən 2 ildir ki, demək olar ki, and olsun Allaha aralıqsız işləyirəm. Yəni, mənə gördüyünüzdə keçən il Azərbaycana gəldim, o da elə ani qərar fason bir şeydir. Gəldim Azərbaycana, 1 həftə sonra qayıtdım. Adıma deyirlər, gəlmirsən Azərbaycana, 1 həftə sonra niyə qayıtsan? Yaşada bir bax ki, nə idi, nə var, nə yox. Gəldim, elə gəlməklə qayıtmağım bir oldu. Yəni, istirahət eləyə bilmədim, əziz dostlarım, əziz qardaşlarım mənim. Yəni, mənim artıq həqiqətən ürəyimdə qalmışdı. Yəni, mən də fikirləşdim, gəlim ikinci dəfə təzədən görürüm və dincəlim, istirahət eləyim. Belə zarafat eləyirəm, yəni deyib gülürəm. Mən məcburam deyib kimə, qardaşım. Mən həqiqətən əziyyət çəkən uşağam. Belə üz istəyirəm sizdən, üz istəyirəm dönədiyini, eşşəyin əziyyət çəkirəm, itin əziyyətini çəkirəm, ha. Nəyə görə? Gələcəkdə mənim ailəm, uşağım kiməsə möhtac olmasın deyə. Gələcəkdə mənim dədəm evimi saxlayacaq? Yox. Dədəm saxlamayacaq ki, mən saxlayacaq. İndi bu günləri cavan Şahin əziyyət çəkməyəcək, sabahları qocalıb əldən düşmüş Şahin əziyyət çəkəcək. Elə ondan sonra bu günləri həm əziyyət çəkərəm, həm çıxmasını gəzərəm, həm sevdiyim işi görərəm, həm də gələcəyimə görə nələr eləyərəm. Allah bütün əziyyət çəkən qardaşların əziyyətin yerdə qoymasın inşallah. Əsasən də o fəhlə işləyən, usta işləyən, o günün altında, qışda, qarda, boranda Allah sizin əziyyət bitirməsin inşallah. Asıl mən çünki onu gördüm, mən o həqiqətən belə iliklərimə kimi deyirlər, yaşadım.
Çox ağır bir şeydir. Deport oldum, gəldim. Ondan sonra mənə dedilər, qaqa gələrsən bizim Serbiyaya yanımıza. Nəm dostlarım dedilər ki, 3 nəfər, o da yolda alınmadı, eləmədi. Çünki mən 2 ay zaten Azərbaycandayam. Bir ara beynimə girdi ki, pisiyo, onda deportum qutarsın, elə 3 ay nədir ki, 3 ay konkret istirahət eləmiş olaram. Promoy çıxım gedim Montenegroya. Sonra fikirləşdim ki, qardaşım, mən nəyə görə Azərbaycanda dayanıram ki? Mənim arzum nədir? Dünyanı gəzmək. Düzdürmü? İşim nədir? Belə baxanda restoran. Yəni ki, çox işim var, amma əsas bir dəqiqə restoranda girə bilirəm. Dedim, onda olmaz ki, bir dənə təzə bir ölkə tapım, təzə bir iş tapım. Çıxım gedim 1 ay, 2 ay, 3 ay, bəlkə yaxşı oldu 5 ay, bəlkə 1 il. O ölkəni tanıdım, o ölkədə biraz gəzdim, o ölkənin dadına baxım belə. İnşallah ağımda bir dəqiqə mənim 3-4 ölkə var. Allah'ın olsun bir dəqiqə nağda özümdə bilməm hara gedəcəm. Bax, bunu mən sizə deyirəm. Amma 100% gedirəm. Allah qismət eləsin inşallah. Bundan sonraki video mənim artıq o ölkəyə getdiyim video olacaq. Azərbaycana çıxmağım, o ölkəyə necə getmək olur məsəl üçün. İndi o ölkədə nə etmək olur? Yəni elə tipli şeylər olacaq. Görək ölkə haradır. Hamınız onu görəcəksiniz. Orada görək başımıza nə gəlir. Allah hamımızın sonunu, axırını xeyir eləsin inşallah. Allah hamımızın belə ürəyinə görə versin inşallah. Mənim əziz dostlarım. Gəldim Azərbaycana. Azərbaycana gəldiyim videonu siz qoyun. Dostlarım, qardaşlarım sağ olsun. Neçə nəfər gəldilər, qarşıladılar. Çıxdıq getdik şəhərə. İndi mən bunu danışa sizə qoyacağım. Yükselen bedeli bak alçalan duvarlar. Plaka geldi bak sırtı terli çok ve başı dertli var. Eski hali yok ne olacak? Wow wow wow. Yükselen bedeli bak alçalan duvarlar. Öyle dar bir yerdeyim ki dünya pek küçüldü. Tek bir yanlış çok gözüktü. Geldiğim yer hep gürültü. Pek sıkıntı çekti millet sabreden kazandı. Benimle raks edenlerin kaçında var yürek. Birçok çakal rapin önünde tek bilek. Birçok kanal taraflı yazdı gazeteler yalan ve çok samimi dostlarım var. En önemlisi ise biliyorum ki yükselen ben değilim. Alçalan duvarlar sadece ve sadece. Çok fazla dikkat çektik, bu taktik değildi, gene de kapladı herkesi panik. Buna tanık olan her genç tarihi yazsın. Bir işe yaramazsa bu durum en alt katta. Bir bakmışsın teker teker dökülmüş tüm dostlar. Ne at ne de sanır kalır ve unutulur gidersin. Yükselirken ekmek yerken yere düşerken saçmalarsın. Hiç süren yok, suyun ısındı, güneş doğdu, kuyu kazılmaz. Plaka geldi bak sırtı terli çok ve başı dertli var. Eski hali yok ne olacak? Wow wow wow. Yükselen bedeli bak alçalan duvarlar. Plaka geldi bak sırtı terli çok ve başı dertli var. Eski hali yok ne olacak? Wow wow wow. Yükselen bedeli bak alçalan duvarlar. Dört koldan taciz çok belli bariz. Makas alır kızar yanaktan erkek derse diz. Farklılaşma çabası içine girdi herkes. Gettolarda bile moykan var oğlum, her bir kafada farklı ses. Farklı vizyon her sokakta yükselir duvarlar. Yabancı marka giydi her kesimden muhalefetler. Ellerinde boş bir defter, yazıldı aynı şeyler. Daim kullanıldı aynı renkler, anlaşılmaz boş resimler. Ömür de belli ineceğin o katta. Düşeceğiz birlikte belki sanma kurtuluş var. Kader bu belli olmaz, kaçar gider yanından herkes. Zaten biz birer hiçiz, şayet bu böyle olmasaydı unutulur muydu o eski sesler? Bulut olursa yağmur beklenir, güneşli günler çok yakın ve rüzgarım hep esti. Kısa bir not, sazın içinde şeytan yok. 77 Üsküdar yani bu plaka yerli. Plaka geldi bak sırtı terli çok ve başı dertli var. Eski hali yok ne olacak? Wow wow wow. Yükselen bedeli bak alçalan duvarlar. Plaka geldi bak sırtı terli çok ve başı dertli var. Eski hali yok ne olacak? Wow wow wow. Yükselen bedeli bak alçalan duvarlar. Plaka geldi bak sırtı terli çok ve başı dertli var. Eski hali yok ne olacak? Wow wow wow. Yükselen bedeli bak alçalan duvarlar. Plaka geldi bak sırtı terli çok ve başı dertli var. Eski hali yok ne olacak? Wow wow wow. Yükselen bedeli bak alçalan duvarlar. Ceza 2006 yerli plaka. Gözəl günlər keçsin Bakıda. Allah sizin ürəyinizə görə versin. Allah heç bir əziyyət çəkən qardaşın, analarımızın, bacılarımızın əziyyətini yerdə qoymasın inşallah. Bizim qardaşlarımızı, bacılarımızı heç vaxtı anasının qabağında, atasının qabağında, oğlunun qabağında, qızının qabağında, yoldaşının qabağında heç vaxtı başçılıq eləməsin. Allah hamımızın köməyi olsun, nə yol tutuşsa, arzunuzda nə varsa, inşallah bugünkü gündə Allahdan arzum odur ki, sizə qısa bir zamanda ən gözəlliyi ilə qismət olsun. Allah heç vaxtı bizi tutduğumuz yolda peşman eləməsin dostlarım. Allah bizim düşmanlarımızı güldürməsin. Kim ki bizim pisliyimizi istəyir, elə Allah onu da canı sayılsın. Geçsin, işinə məşğul olsun. Yavaş-yavaş sağlaşmanın vaxtı gəldi. Siz bu videonu görəndə mən yenə də Azərbaycanda olacağım. Amma bundan sonraki videonu görəndə siz artıq mən Azərbaycanda olmayacağım. Çünki mən Azərbaycandan gedə-gedə video çəkəcəm, ora çatacağım, orada düzəldəcəm, ondan sonra paylaşacağım. Bir dənə mənə bir qardaş kimi yaxşılığımız olar ki,
Mənim canıma bir dənə dua edin. Mənə bir dənə dua edin ki, Allah mənim mərdim azadan qoysun. Həqiqətən, çünki qardaş mənim ailəm var. Yəni mən evli deyiləm, mənim anam var, bacım var, atam var. Yəni mənim öz ailəm var. Bizim tutduğumuz yol ağır yoldur. Allahın olsun ağır yoldur mənim qardaşlarım. Həqiqətən ağır yoldur. Çətindir. Tək ağlayırsan, tək gülürsən, əziyyət çəkirsən, vaxt olur küçədə yatırsan, vaxt olur ac qalırsan, susuz qalırsan, vaxt olur həyatının ən gözəl anlarını sən məhz getdiyin ölkədə yaşayırsan. Nə bilim, Allah cəmi qürbətdə yaşayan qardaşları, cəmi qürbətdə yaşayan bacılarımızı, analarımızı, xanımlarımızı, əmilərimizi, dayılarımızı qorusun. Allah onların canını sağ eləsin inşallah. Kim ki qürbətə çıxmaq istəyir, kim ki qərib ölkəyə getmək istəyir qardaş, inşallah tez bir zamanda yollarımız açıq olsun. Gedin sizə bir qəribin tadına baxın. Mənim əziz qardaşlarım, qərib çox çətindir. Deyir, kalası düşürürsə, vurun onu. Evimdən uzaqlarda bir yerlərdəyəm. Hərdən gözüm yolda, hərdən qəmliyəm. Bir boşluq içimdə zaman-zaman məni izləyir. Çoxdandır evimdə əzizlərim məni gözləyir. Həm sevincli, həm kədərli bir dünyadır, başqadır qərib olmaq. Həm doğrudan, həm yalandan əladır, əladır qərib olmaq. Meh əsəndə gözü yumub, xəyalıyla xoşbəxt olub, sonra darıxmaq. Doğmalardan uzaqlara, yol alanlara, doğmadır qərib olmaq. Salam vətən, burada saatlar başqadır. Yenə intizar, yenə qərib yağışlar başladı. Bəzən adi bir zəng həyəcan verər, ürəyim titrər. Qorxursan qəfil bir bəd xəbər səni məhv edər. Həm sevincli, həm kədərli bir dünyadır, başqadır qərib olmaq. Həm doğrudan, həm yalandan əladır, əladır qərib olmaq. Meh əsəndə gözü yumub, xəyalıyla xoşbəxt olub, sonra darıxmaq. Doğmalardan uzaqlara, yol alanlara, doğmadı qərib olmaq. Həm sevincli, həm kədərli bir dünyadır, başqadır qərib olmaq. Həm doğrudan, həm yalandan əladır, əladır qərib olmaq. Meh əsəndə gözü yumub, xəyalıyla xoşbəxt olub, sonra darıxmaq. Doğmalardan uzaqlara, yol alanlara, doğmadı qərib olmaq.